Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi Tovuzun Düz Qırıqlı kəndində 3 yaşlı Hüseyn Qasımov su quyusuna düşərək ölüb. Xəbər verilir ki, mərhumun yaxınları hadisənin təfərrüatını kanalımıza danışıb. Bizə qonaq gəlmişdilər, uşaq su istədi, suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi, qohumu bildirib. Digər qohum isə qeyd edib ki, uşaq oynayarkən quyuya düşüb. Uşaqlarla oynayırdılar, oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi az idi, yəqin ki, başı yerə dəyib zədə alıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.